Bugünkü dərsimiz istili effektidir. İstili effektindən qabaq kimyəvi reaksiyaların tiplərini keçməliyik, sonra istili effektini bilək. Kimyəvi reaksiya nə deməkdir? Məsələn, deyək ki, azot üstə gəl hidrogen alınır NH3. Yəni A üstə gəl B alınır C. Yeni bir maddə mənə gəlir də, yeni bir maddə mənə gəlirsə bu kimyəvi hadisədir. Fiziki hadisə keçmişdik, iki anlaşda yeni bir maddə mənə gəlmir. Amma kimyəvi hadisədə yeni bir maddə alınır. Reaksiya baş verirsə, yeni maddə məhsul budur. Deməli, kimyəvi reaksiyada nələr var? Bax, əmsallaşdıranda, əmsal bilirsən nədir? Əmsal. Reaksiya yazılarkən, məsələ olunarkən hökmən reaksiya əmsallaşdırılmalıdır. Reaksiya əmsallaşdırılmalıdır. O deməkdir ki, sol tərəfdəki atomların sayı ilə sağ tərəfdəki atomların sayı bir-birinə bərabər olmalıdır. Bərabər seçin eləmirəm. Bərabər deyilsə reaksiya əmsallaşdırılır. Bunu o vaxt keçmişik, prost sənə görə bilirəm, təzəsən. Neçədən azot var? 2 dənə. Sağda da 2 dənə azot olmalıdır. Qabağda nə yazın? 2. Bu qabağda yazılan var, riyaziyyatda kimi əmsalda həm buna vurulur, həm buna vurulur. Neçə hidrogen oldu? 6. Burada da 6 hidrogen oldu. 13 yazır. Sağ və sol tərəfdəki atomların sayı bir-birinə bərabərdir. Məsələ eləyərkən əmsalsız məsələ elədinmi, eləməyə də dəymir. Çünki səhv çıxacaq. Deməli, kimyəvi reaksiya da demək olar buna, kimyəvi tənlik də demək olar buna. Kimyəvi reaksiyalarda Hüseyin nələr iştirak edir? Kimyəvi reaksiya nədir? Kimyəvi işarələr, indekslər və əmsallar vasitəsilə maddə tərkibinin şərti yazılışına bu cür kimyəvi hadisələrə kimyəvi reaksiya və ya kimyəvi tənlik deyilir. Kimyəvi reaksiyalarda oxdan sol tərəfdə olan maddələr, yəni bunlar başlanğıc maddələrdir və yaxud reagentlərdir, və yaxud ilkin maddələr. Reaksiyadan sol tərəfdəki olan maddələr başlanğıc maddələrdir. Yəni, reaksiya hansı maddələr tökülür baş verməsi üçün? Azot və hidrogen. Reagentlər hansıdır? Yəni, götürülən maddələr hansıdır? Azot və hidrogen. Məhsul hansıdır? Məhsul, yəni sonuc, axırda alınan məhsul budur. Yəni, hidrogen üstə gəl oksigen, H2O. Məhsul hansıdır burada? Sağ tərəfdəki, bəs reaksiya daxil olan maddələr? Hidrogen və oksigen. Reagentlər hansılardır? Hidrogen və oksigen. Yadda qaldı, kimyəvi reaksiyalar kimyəvi hadisələrdir. Çünki yeni bir maddə mənə gəlirsə, bunlar kimyəvi hadisədir. Reaksiyanın bir neçə tipi var. Birinci tiplərindən qabaq nə edir? Reaksiyalar homogen və heterogen reaksiyalar. İlk anlayışlarda keçmişdik. Homo nə deməkdir? Homo eyni, müxtəlif. Bax, homo bilmirsən sən nə demək? İlk anlayışlarda belə bir şey keçmişdik. Məsələn, duzu tökəndə suya, duz suyun içində görünmür axı. Görünmürsə homogen qarışıqdır. Amma yağı suya tökürsən, yağ görünür axı üstə çıxır. Bu heterogen qarışıq deməkdir. Reaksiyalarda, o qarışıqlarda olduğu kimi homogen və heterogen reaksiya olmaqla iki yerə bölünür. Məsələn, bax yazıram ki, hidrogen üstə gəl oksigen alınır H2O. Yazıram, hidrogen üstə gəl karbon alınır CH4. İndi baxın, oxdan sola baxın, sağ mənə lazım deyil. Oxdan soldakı maddələr, hidrogen də qazdır, oksigen də qazdır. Reaksiya daxil olan maddələr əgər eyni aqreqat halındadırsa, qaz, ola bilərdi maye, bərk, fərqi yoxdur da. Eyni aqreqat halındadırsa bu homogen reaksiyadır. Hidrogeni bilirik ki, hidrogen qazdır. Karbonla keçmişik ki, karbon və allotropi şəkilləşmələri almaz, qrafit, karbon, füllerin çətin əriyən bərk maddədir. Ona görə də atomar maddədir. Biri bərk, biri qazsa hidrogen reaksiyadır. Testdə verilir homogen və heterogen reaksiyalar seçin. Homo o deməkdir ki, eyni cinsli. Yəni, reaksiyanın soluna baxın, sağına yox. Reaksiyanın solunda, reaksiya daxil olan maddələr eyni aqreqat halındadırsa homogen reaksiya, müxtəlif aqreqat halındadırsa buna heterogen reaksiyalar deyilir. Kimyəvi reaksiyanın 4 tipi var. 1. Birləşmə reaksiyası, 2. Parçalanma, 3. Əvəz etmə, 4. Buna dəyişmə də demək olar, dəyişmə və ya mübadilə demək olar. Testlərdən hansı düşsə ona var, dəyişmə və ya mübadilə. Bax, indi məsələ yazalım. Hidrogen və oksigen birləşəndə nə alınır? Su. Və bayaq dedik, azotla hidrogen reaksiya girəndə nə alınır? Amonyak. Bunları keçəcək. H2 ilə xlor2 girəndə nə alır? H xlor. Bunlar keçiləcək. Amma bunlar da deyilib da 100 dəfələrindən deyilib. Bundan sonra turşularda keçəcək. Bax, birləşmə adına baxın.
Burada 2 maddədir. Ola bilər 3 maddə olardı. Ola bilər lap çox maddə olardı. Bir neçə maddədən yeni uçqan oynatmayın. Yeni bir maddə əmələ gəlirsə, belə reaksiyalara birləşmə reaksiyası deyilir. Cümləyə bir də baxın, birləşmə adından göründü. Reaksiyadan sonra bircə dənə maddə alınmalı Yusif. 2 və daha artıq maddədən yeni bir maddənin əmələ gəlməsi ilə gedən reaksiyalara birləşmə reaksiyası deyilir. Birləşmə reaksiyasını göstər deyəndə, oxdan sağ tərəfdə bir dənə maddə axtarmalıyım. Başqa maddə olsa birləşmə olmaz, axı birləşmə yox, davoyda birləşdir. Birləşmə reaksiyasını göstər. Solda bir neçə maddə olmalı. 2, 3, 4 neçə maddə olur olsun. Sağda hökmən bir maddədirsə, buna birləşmə reaksiyası deyilir. Birləşmə reaksiyasında məhsul hökmən mürəkkəb maddə olmalıdır. Mürəkkəb maddə nədir sənə qısaca deyim. Bir var yazıram ki, oksigen, bir var yazıram natrium, bir var yazıram H2O. Eyni atomdan ibarətdirsə bu bəsitdir. Natrium da ancaq natriumdan ibarət, amma suya bax, hidrogen və oksigen atomundan. Yəni, müxtəlif atomdan ibarətsə mürəkkəb maddə adlanır. Nə demək istəyirəm? Birləşmə reaksiyalarında məhsul hökmən mürəkkəb olmalıdır. Axı, birləşib bütöv bir maddə yaratdı. Amma başlanğıc maddələr bəsitdə ola bilər mürəkkəb olsun. Bu reaksiyadan sonra keçəcək. Bax, 2 dənə mürəkkəb birləşdi, bir dənə maddə alındı. Yəni, birləşmə reaksiyasında oxdan sağda bir dənə maddə alınır, yalnız mürəkkəb maddə alınır. Birləşmə reaksiyalarının sol tərəfində, mənim sağımın ismisi olur. Həm bəsit, həm mürəkkəb maddə ola bilər. İndi baxın, suyu parçalayaq, aldıq hidrogen, üstəgəl oksigen. Nə bilim, amoniyakı parçalayaq, azot və hidrogen. Dəmir 2 hidroksidi parçalayaq, keçəcəyik bu reaksiyalar sonra. Burası mahiyyəti başa düşək. Parçalanma nədir? Bir maddədən bir neçə maddə əmələ gəlirsə, belə reaksiyalara parçalanma reaksiyası deyilir. Parçalanma reaksiyasını göstər, adından görülür, parçala, bir dənə maddəni parçala. Sol tərəfdə yalnız bir maddə olmalıdır. Hökmən bir maddə. Sağ tərəfdə bir neçə maddə olmalıdır ki, mən bilim ki, bir maddəni götürdüm, parçaladım. Yəni, bir maddədən 2 və daha artıq maddə əmələ gəlirsə, buna parçalanma reaksiyası deyilir. Parçalanma reaksiyasında başlanğıc maddələr, yəni ilkin maddələr və yaxud reagent deyək də, reagentlər hökmən mürəkkəb maddədir. Bu mürəkkəb olmalıdır ki, mən onu parçalayım da xırda hissəciklərə. Amma məhsullar bəsit də ola bilər, mürəkkəb də ola bilər. Deməli, birləşmədə birləşdi, sonda birləşdi, sondakı maddə hökmən mürəkkəb olur, başlanğıc bəsit də ola bilər, mürəkkəb də. Parçalamada parçala, nəsə bütöv bir şeyi, mürəkkəb maddəni parçalamalıyıq da. Sol tərəfdəki hökmən mürəkkəbdir, sağ tərəfdəki bəsit və ya mürəkkəb ola bilər. Aydın olmayan nə qaldı? Çətin olmadı. Əvəz etmə nədir? Əvəz etmədə bir bəsit, bir mürəkkəb reaksiyaya girir. Yeni bir bəsit, yeni bir mürəkkəb maddə əmələ gəlirsə, buna əvəz etmə reaksiyası deyilir. Məsələn, kalsium üstəgəl H xlor nə baş verir? Bununla bunun ikincisi birləşir. Kalsiumla xlor birləşəndə buradan görürəm ki, xlor bivalentlidir. Kalsiumda 2 valent olduğunu da bilirəm də. Üstəgəl yerdə qaldı. Hidrogen heç vaxt H yazılmır, H2 yazılar. Bəsit və mürəkkəb girdi, digər bəsit və mürəkkəb alındısa, bu əvəz etməz. Baxın, bəsit mürəkkəb, bəsit mürəkkəb. Yəni, bəsit maddə, mürəkkəb maddə atomlarından birini əvəz etməsi ilə gedən reaksiya, hidrogen əvəz elədi. Bu hidrogen çıxdı, kalsium girdi, onu əvəz elədi. Amma bəsit maddələrdən əvəz etmə reaksiyalarından bir dənə buna baxın. Bunun istisnanı əzbər. Kalsium CO3 üstəgəl silisin 4. Nə alınır? CO2 buradan çıxır, CO2 çıxır orada. Yerinə bir dənə oksigenin qalıb da, bu gəlib bura gelir. Kalsium, silisim O2 var, bir dənə oksigenin buradan var. Kalsium, silisim O3 alınır. Əvəz etmə reaksiyalarında bəsit və mürəkkəb girib, bəsit və mürəkkəb alınır. Amma deyəcək, hansı əvəz etmə reaksiyası bir dənə misal deyin görək. Bəsit və mürəkkəb girmir. 2 mürəkkəb girib, 2 mürəkkəb alınır. Bunun sağ tərəfini hələ bilməsəz də, hələ buna maraqlı olmasın sizə. Sol tərəfin əzbər bilməlisiniz ki, bu CO2 girib çıxır, bu gəlir, bunu əvəz edir. Elə baxanda görürük də ki, biri gəlir, o birisini əvəz edəsə, bu əvəz etmə reaksiyasıdır. Amma dəyişmə və ya mübadilə reaksiyası. 2 dənə mürəkkəb maddə reaksiyaya girib, yeni 2 mürəkkəb maddə əmələ gəlirsə, buna dəyişmə və ya mübadilə reaksiyası deyilir. Bax, riyaziyyatda belə bir şey var. Kənar hədlər hasili, orta hədlər hasilinə bərabərdir. Məsələn, kalsium oksid üstəgəl H xlor nə alınır?
kənarlar bir-biri ilə birləşir. Kalsium ekvivalentlidir. Buna 2 klorla buradan görünür və H2O. Və natrium hidrid üstəgəl H2O-nu şu H kimi də yazmaq olar. Kənarlar 1, natrium var üstəgəl, ortalar 1, H2. Onda bu dəyişmə və ya mübadilə reaksiyası. Deməli, birləşməni bildik ki, bir neçə maddədən bir dənə maddə alınır. Parçalanmanı bildik ki, bir maddədən bir neçə maddə alınır. Əvəz etmədə bəsit və mürəkkəb girib, yeni bəsit və mürəkkəb maddə alınır. Hansı əvəz etmədir ki, 2 mürəkkəb girir, 2 mürəkkəb alınır? Kalsium üstəgəl silisim 4 oksid. Dəyişmələrdə kənarlar bir, ortalar bir birləşir prinsipi ilə isə bu dəyişmə adından da görür. Dəyişir də yerlərini dəyişmə və ya mübadilə reaksiyasıdır. 2 mürəkkəb girir, 2 mürəkkəb alınır. Bununla bu birləşir. Yerin dəyişir, hidrogen gəlir bura, kalsium gəlir bura. Ortalar bir birləşir. Hansı dəyişmə reaksiyası? Bu dəyişməyə fikir verin. 2 dənə mürəkkəb girdi, 2 dənə mürəkkəb alınır. Hansı dəyişmə reaksiyasıdır ki, 2 mürəkkəb girir, amma bir bəsit bir mürəkkəb alınır. Deyəs ki, metal hidridinin, indi mən natrium yazmışam, sabah kalsium düşər. Fərqi nədir ki, metal hidridinin su ilə olan dəyişmə reaksiyası, dəyişmə və ya mübadilə reaksiyası adlanır. Yadda qaldı? Aydın olmayan işdə qalmadı. İndi istilik effektinə baxaq. İstilik effekti nə deməkdir? Bax, istilik. Elə reaksiya var ki, o reaksiyanın baş verməsi üçün, bir də onu deyim, kimyəvi reaksiyanın tərkibi 2 üsuldan yönəlir. Analiz və sintez üsulları ilə. Analiz bayaq dedik, parçalamaq deməkdir. Sintez nəysə sintez ilə bir araya gəlir, birləşdirir. Məsələn, mən deyirəm suyun analiz reaksiyasının yadına bala. Yəni suyu analiz elə, görün bunun içində nələr var. Bu suyun analizidir. Lövhəyə baxın. Suyun sintez reaksiyasının ya sintez odur ki, birləşdir, alınsın bu. Nədən alına bilər? Hidrogen və oksigendan alına bilər. Analiz və sintez reaksiyası budur. Elə reaksiya var ki, aşağılar, kimyada dilləri, laboratoriya qaydalarını bilməmiş, hər hansı bir maddəyə toxunmaq olmaz, bizi yandıra bilər, hər hansı bir faciə baş verə bilər. Yəni, nəyə demək istəyirəm? Elə maddələr var ki, məsələn, bu A maddəsidir, bu B maddəsidir. Mən bunları üst-üstə töksəm, heç bir dəyişiklik baş vermir. Yəni, reaksiya getmir. Bu maddə ilə bu maddəni qarışdırıb, ola bilər ki, qızdırıram, temperatur verirəm. Yenə də işdə baş vermir. Yenə reaksiya getmir. Yeni bir maddə alınmır, reaksiya getmir. Amma elə reaksiyalar var ki, mən A maddəsi ilə B maddəsini qarışdıranda görüm nəsə dəyişiklik baş verir. Yəni, reaksiya baş verir. Ümumiyyətlə, reaksiyanın getməsi üçün nə lazımdır? Birincisi, reaksiyanın baş verməsi üçün hökmən maddələr bir-birlərinə qarışdırılmalıdır. Bu maddə bu qabdadsa, bu maddə bu qabdadsa, necə reaksiya gedə bilər? Hökmən maddə molekulları bir araya gətirilməlidir. Amma heç də bütün qarışdırılan maddələr reaksiyaya girmir. Elə ola bilər, qarışdırasan, başına oynaçasan, qızdırasan, təzyiq verirsən, o reaksiya getmir. Qızılın başına nə oynaçırsan aç, qızıl yanmır, heç nə ilə reaksiya girmir. Bir dənə çar arağında həll olur ki, o sonranın işidir. Hələlik o lazım deyə bilmək. Yəni, demək istəyirəm ki, maddənin reaksiya baş verməsi üçün hökmən qarışdırılmalıdır. Amma heç də bütün qarışdırılan maddə reaksiya halına gələ bilməz. Yəni, ola bilər ki, reaksiya baş verməsin. Reaksiya maddə molekulların bir-birinə toxunması lazımdır. İndi nə edirəm? Ola bilər reaksiya gedir. Mən bununla bunu qarışdırıram. Soyuq müddətdə, adi otaq temperaturunda. A ilə B-ni qarışdıram. Birazdan görürəm ki, dəyişiklik baş verir. Yəni, reaksiya gedir. Reaksiyanın baş verməsini mən hardan murad, hardan bilə bilərəm? Görürəm ki, ya qaz əmələ gəlir, qaz buxarlama, qaz qabarcıqlar əmələ gəlir. Ya nəsə çökürdü və ya belə fikirləşir, yuxarı eləməliyim, ya qaz əmələ gəlir. Ya aşağı, yəni ya çöküntü əmələ gəlir, ya iyin dəyişməsi, yeni rəngin əmələ gəlməsi, su buxarının əmələ gəlməsi. A ilə B-ni qarışdırdım, gördüm qaz əmələ gəlir. Baxın, qazın işarəsi. Ola bilər çöküntü əmələ gələr, ola bilər su buxarı ola bilər. Ola bilər rəng dəyişir, 2 dənə ağ mayedir, qarışdırdım, oldu qırmızı mı, göy mü, nəsə əmələ gəldi ki, onun üçün rəng verdi də. İyin əmələ gəlməsi, nəsə baş verdi orada ki, mən burnuma iyi gəldi. Bunlar reaksiyanın getdiyini təsdiqləyən əlamətlərdir. İndi nə edirəm? A ilə B-ni qarışdırmışıq. Bir də baxıram ki, qab başlayıb öz-özünə istilənməyə. Mən ona istilik verməmişəm, ha. Qab mənə istilik verir, qab istilənir, istilik ayrılır buradan. Amma elə reaksiyada var ki, mən A ilə B-ni qarışdırmışam.
Ona mən istilik verməsəm, o reaksiya baş vermir. Yəni reaksiya var ki, mən ona istilik verməliyəm ki, getsin. Elə reaksiya da var ki, o mənə istilik verir, mən ona heç bir istilik vermirəm. Deməli, reaksiya nəticəsində istilik udulada bilər. Udulma nə deməkdir? Mən ona verirəmsə, o sistem məndən istilik udur. Reaksiya nəticəsində istilik ayrıla da bilər. Yəni, mən heç istilik verməmişəm ona, amma istiləşmə baş verir, mənə istiliyi ayırır. Yəni, ayrılan və ya udulan istilik miqdarlarına istilik effekti deyilir. Cümləni bir də deyirəm, reaksiya zamanı istilik ayrıla da bilər. Yəni, mən ona istilik verirəmsə, udula da bilər. Ayrılan və ya udulan istilik miqdarlarına istilik effekti deyilir. İstilik effektinin vahidi kilojol və ya kilokaloridir. Hər bir şeyin öz ölçü vahidi var da. Bunun uzunluğu 3 metr, 5 metr, santimetr, desimetr belə deyə bilər. Həm də kilometr, millimetr. Bunun kütləsi qram, kiloqram bu şəkildə deyilə bilər də. Ton, uzunluğu metr, santimetr bunlar deyildi. İndi onu demək istəyirəm ki, istilik effektinin vahidi nədir? Kilojol və ya kilokaloridir. Məsələn, filan reaksiya zamanı 200 kilojol istilik ayrıldı. Və ya 200 kilokalori istilik ayrıldı və ya uduldu da deyə bilərik. İstilik effekti nə oldu? Ayrılan və ya udulan istilik miqdarlarına istilik effekti deyilir. Vahidi kilojol və ya kilokaloridir. İstilik effekti baxımından reaksiyalar iki yerə bölünür. Ekzotermik reaksiyalar, endotermik reaksiyalar. Eksotermik reaksiya nədir? Ekso. Bayaq dediyi elə reaksiya var ki, mən ona istilik vermirəm. O mənə istilik verir də, ayırır. Qulaq asın. İstiliyin ayrılması baş verən reaksiyalar, istiliyin ayrılması baş verirsə, bu eksotermik reaksiya adlanır. Ekso, xaricə deməkdir. Xaricə nə deməkdir? Yəni, xarici istilik ayrılır, kənara istilik ayrılır. Amma elə reaksiya da var ki, o məndən istiliyi udur, mən ona istilik verirəm də. Yəni, istiliyin udulması ilə baş verən reaksiyalara endotermik reaksiya deyilir. Endo daxilə deməkdir. D hərfi var, bunda da D bilin ki, endo nədir? D-dır. Endo daxilə deməkdir. Daxilə nədir? Udur, məndən udur. Ekso nə deməkdir? Ekzo. Xaricə, istilik ayrılır. Mən ona istilik vermirəm, ayrılır. Eksotermik reaksiyalar istilik ayırır. Müsbət künlə işarə edilir, əzbər bilməlisiniz. Endotermik reaksiyalar, mən ona istilik verirəm, əlimdəki istilik gedir də, mən mənfiləşirəm də. Bir də var ki, o istiliyi ayırır, məndən istilik gəlir. Bu eksotermik reaksiyadır. İstilik ayrılırsa eksotermikdir, müsbət künlə işarə edilir. Mən verirəm, məndən istilik olursa, endotermik reaksiyadır, mənfi ilə işarə edilir. Bütün əzbər bilməli. Yanma, bir də birləşmə reaksiyalarının hamısı eksotermik reaksiyadır. İkinci dənə istisna var, yazacağıq. Bütün parçalanma reaksiyalarının hamısı, bütün parçalanmalar mənfi küdür. Bunda da 3 dənə istisna var, onları deyəcək. Hələ bundan qabaq baxaq. Məsələn, deyirəm, bax, hidrogeni yandır. Maddəni yandır deyən daşıqlar, maddənin üzərinə oksigen gəlməli. İlk anlayışda keçmişik, nə sən olmamısan. Hidrogeni yandır desəm, üstünə oksigen gələrəm, alaram su. Kalsiyumu yandır desəm, kalsiyum üstünə oksigen gələrəm, alaram kalsiyum oksid. Nə bilim, üzv maddələri keçəcək ki, istənilən üzv maddə yanında karbon qazı və su əmələ gələr. Ola bilər, yanma demirəm. Hidrogen üstə gəl klor, birləşmədir. İki verin. Bu birləşmədə bir maddə alınıb, bir maddə alınıb, bir maddə alınıb, belə deyil. Bunlar, bu reaksiya həm yanmadır, bu reaksiya həm yanmadır, bu reaksiyaları həm yanmadır, həm də birləşmədir. Bu da yandı da, yanmadır, həm də birləşmədir. Bu yanmadır, amma birləşmə deyil. Axı birləşmə, ay bala! Haşlanmadır. Yox, oksidaşma reduksiya reaksiyası keçəcək. Bu yanma reaksiyasıdır, amma birləşmə deyil. Axı bir dənə maddə alınmayıb, baxın. Amma bu yanma deyil, maddənin üzərinə oksigen gəlməmişik. Bu birləşmə reaksiyasıdır. Bütün birləşmə, yanma, harada görsəz, hamısı eksotermikdir, harada görsəz. Amma ikicənin istisnanı yazıram. Karbon üstə gəl, alın karbon eski. Bu yanma deyil. Ay bala. Amma birləşmə reaksiyasıdır. Axı birləşmələr eksotermik reaksiya olmalıdır. Amma bu birləşmə mənfi küdür, istisnadır. Bir də azot oksigende yanmır, elə bilməyin ha, bu yanmadır. Bu azotun oksidləşmə reaksiyasıdır. Maddənin üzərinə oksigen gələndə ya oksidləşmə adlanır, ya yanma. İndi deyə bilər ki, bu həm yanma, bu məsələn deyir ki, həm yanma, həm birləşmə. Deyirəm, düzdür. Həm birləşmədir, həm də yanmadır.
Elə deyil. Mənə deyir ki, bu həm yanma, həm birləşmə. Deyirəm, yox, yanma deyil axı. Yalnız birləşmədir. Bu deyir, həm yanma, həm birləşmə. Deyirəm, yanmadır, amma birləşmə deyil axı, 2 maddə alınır. Bu birləşmədir, yanma deyil. Bu da yanma deyil ha. Azot oksigində yanmır. 2 verin. Azot oksigində oksidləşir. 2 dənə bu birləşmə reaksiyaları var ki, 2 dənə bu birləşmələr mənfi küdür. Qalan bütün birləşmə müsbət küdür. Mənə baxın. Əgər birləşmə müsbət küdürsə, belə çıxırmı ki, onun əksinəsi parçalanmalar mənfi kü olacaqdır. Məsələn, desək ki, suyu parçala, nə bilim, amoniyakı parçala. Ürəyi nə istəyir parçala desək, ürəyimiz nə istəyir parçala desək. Bu zaman hökmən parçalanmalar mənfi küdür. Mənfi küdür. Amma bunun da istisnası var. İstisnanı yazıram. Bundan ötürü tərsinə işləyir, başı xarab olan reaksiyalardır. Bu parçalanması, axı bütün parçalanmalar mənfi küdür, amma bu parçalanma müsbət küdür. NO-nun parçalanması, bütün parçalanmalar mənfi olduğu halda bu müsbət küdür. Bir də NH4 2 dəfə xrom 2O7 bu vulkan püskürmə reaksiyası sonra da keçəcək, alır azot, xrom 3 oksid və su. Parçalanma mənfi olmalı, amma bu parçalanma müsbət. İmini deməz ki, bütün parçalanmalar mənfi küdür. Əzbər, hansı parçalanmalar mənfidir? 3-ünü əzbər. Bütün birləşmələr müsbət küdür. Hansı birləşmələr mənfidir? Ancaq bu birləşmələr mənfi küyə malikdir. İstilik efektin vahidi nə dedik? Hələ tərpənmişsin, bir də bunu da deyək. Əmələ gəlmə, yanma istəyinin tatlıyanı gələndə də deyəcək, onlar qalır hələ. Bircə dəqiqə bizim nəyimiz qaldı, qoy fikirləşik bu hissədən, qalan heç nə olmasın. Bizim başqa nəyimiz qaldı, istilik effektində demədim, entalpiyan zadı. Baxın, maddə birliyi bərkdən maye gəlir, mayədən qalır. Diqqətlə baxın, bir dənə düşünün, bunu düşünərək cavab verir. Maddə bərkdən maye gəlirsə, biz buna istilik verməliyik, yoxsa ayırmalıyıq? İstilik verməliyik. Parçalanma, buzdur. Yox, parçalanma bax, bu buzdur. Buzu suya gətirmək üçün mən istilik verməliyim. Mən verirəmsə, endotermikdir, mən verirəm, budur. Mayedir, mən istəyirəm qaza gətirəm. Parçalama. Ay balam, nə parçalanma? Yenə istilik verirəm də ki, buxarlansın suyu mən necə qaynadarım? Yenə istilik verirəm. Və bəlkə yenə birbaşa qaza gətirməliyəm. Yenə də mən buna istilik verməliyim. Buxarlar hamısı mənfidir, eşidin. Alanda bir su. Bir də qulaq as. Sudur, buza gətirməliyəm. Suyu buza gətirmək istəyirəmsə, mən suya istilik verəcəm ki, olan qalan istiliyində ayıracam. Həmçinin bax, aşağılar müsbət küdür. Bu sublimasiyadır, əksini yazanda sublimasiya aşağılar müsbət küdür, yuxarılar da mənfi kü. Orada indi qoy buram bağlayayım. Deyirəm, nəyə verdik?